Azərbaycanda rəsmi işsizlik faizi 6%-dən yuxarı deyil və son illərdə bu göstərici ola bilsin ki, pandemiya devrində bir qədər yüksəlmişdi, amma 5-6% arasında dəyişir. Bu dünyada yaxşı göstəricilərdən sayılır. Amma bizim də seçicilərimiz bizə müraciət edir, görüşə gedəndə, yerlərdə görüşməyə gedəndə, ya bura gələndə məşğulluq xidmətinə əlaqə saxlayırıq, iş yerləri var. Yəni, heç vaxt demirlər ki, iş yeri yoxdur. O iş yerinə ya həmin ixtisas uyğun gəlmir, ya vətəndaş halk qane eləmir o maaş, ya da ki, başqa bir səbəb ortaya gəlir çıxır. Kənd yerlərində məşğulluq nə olur? Kənd yerində böyük sənaye bir obyekti qurmayacaqsan ki. Fermer təsərrüfatı var, bağı var, bağçası var, kəndlinin mal heyvanı var. Bununla kəndli ənənəvi məşğul sahəsi budur. Amma təzədən biz orada bir əlavə deyək ki, onun arzu etdiyi iş yeri açmaq bu heç bir dövlətin nə siyasətində yoxdur, nə də bu mümkün olası bir şey.